Salam, növbəti dərsimiz ümumi tarixdən Dehli Sultanlığı olmuşdur. Dehli Sultanlığı türk müsəlmanların Hindistanda yaratdığı növbəti dövlətlərdən biridir. Ümumiyyətlə, Hindistana yürüş edən qüvvələr deyəndə ağlımıza eradan əvvəl 6-cı əsrin sonunda Əhəməni hökmdarı 1-ci Dara, eradan əvvəl 307-ci ildə Makedoniyalı İskəndər, 6-cı əsrin 1-ci yarısında Axın hökmdarı Mihraqulu, 8-ci əsrin əvvəllərində Ərəblər, Əməvilər Sülasin zamanında, 12-ci əsrin 2-ci yarısı Türk Gürlü tayfaları, 13-cü əsr boyunca Monqollar, 1398-ci ildə Əmir Teymur, 1526-cı ildə Moğol tayfasında olan Babur, 1739-cu ildə isə Nadir Şah Əfşar olmuşdur. Dehli Sultanlığı mövcud olduğu tarix 1206-1526-cı ildə olmuşdur. Dehli Sultanlığını ilk idarə edən sülalə bu Məmlüklər 1206-cı ildən 1290-cı ilə qədər. Növbəti sülalə Xələclər 1290-1320-ci ildə, 15-in ortalarında isə taxta Əfqan mənşəli sülalə çıxmışdır. Ölkədə Məmlüklər sülaləsinin hökmdarları bu dövlətin qurucusu Qütbəddin Aybək, daha sonra Eltutmuş xan, Raziyə Sultan, Qiyasəddin Balaban. 1206-cı ildə dövlətin qurucusu oldu Qütbəddin Aybək. Qütbəddin Aybək Hindistanda İslam dininin yayılmasında və türk İslam mədəniyyətinin inkişafında böyük rol olmuşdur. Qütbəddin Aybəkin zamanında Hindistandakı möhtəşəm Qütb Minarəsi adlı memarlıq abidəsi ərsəyə gəlir. Növbəti hökmdar taxta Eltutmuş xan çıxır. Eltutmuş xan zamanında ölkədə islahatlar keçirir. Onun keçirdiyi islahatlar maliyyə, hərbi islahatı, maliyyə islahatı, hərbi islahatı və torpaq islahatı. Maliyyə islahatına görə öz adına pul kəsdirir. Hərbi islahatına görə nizami ordu yaradır. Torpaq islahatına görə isə iqta sistemini nizamlayır, formalaşdırır. Demək ki, Dehlidə də xidmətə görə verilən torpaq iqta olmuşdur. Həmçinin Eltutmuş xan Ərəb xəlifəsi Abbasilərlə dostluq əlaqəsi saxlayır. Ərəb xəlifəsinin razılığı ilə özünü Hindistan sultanı elan edir. Həmçinin Eltutmuş xan ölkəyə yürüş edən Monqolların yürüşünü dəf etmiş olur. Demək ki, 13-cü əsr boyunca Azərbaycan və Hindistan Dehli Sultanlığının oxşarlığı odur ki, Monqolların yürüşünə məruz qalmışdır. Həmçinin Eltutmuş xan Eltutmuş xan Xərəmşahlara sığınacağı verir, çünki Xərəmşahlar Monqollardan qaçıb gəlmişdir. Və Eltutmuş xandan sonra hakimiyyətə onun qızı Türk müsəlman aləmində ilk qadın hökmdarlardan biri olan Raziyə Sultan taxta çıxır. Ardınca isə Raziyə Sultandan sonra Qiyasəddin Balaban taxta gəlir. Qiyasəddin Balaban Xələclər sülaləsinin sonuncu Məmlüklər sülaləsinin sonuncu hökmdarıdır. Qiyasəddin Balaban hərbiçilərin köməyi ilə taxta çıxmışdır. Qiyasəddin Balaban ölkənin parçalanmasının qarşısını alır, ixtişaşları yatırır. Yenə də Qiyasəddin Balabanın zamanında da ölkəyə Monqollar yürüşləyir. O da onların hücumunu dəf edir. Daha sonra sülalə dəyişikliyi olur. Taxta qeyd etdiyim kimi Xələclər çıxır. Xələclərin hakimiyyəti bir daha deyirəm 1290-cı ildən 1220-ci ilə qədər. Xələclər sülaləsində həmçinin Dehli Sultanlığının ən qüdrətli hökmdarı Əlauddin Xələc olmuşdur. Hakimiyyəti 1296-cı ildən 1316-cı ilə qədər. Əlauddin Xələc ölkədə islahatlar keçirmişdir. Vergi islahatı və torpaq islahatı. Vergi islahatına görə vergi sistemini nizamlayır, iqtisadiyyatı sabitləşdirir. Torpaq islahatına görə hərbiçilərə, xidmətə görə torpaq deyil, artıq bunu qadağan edir torpaq verilməsini, pulla verir onların maaşını. Eyni addımı Nadir Şah Əfşar etmişdir. Onun bu tədbirlərin nəticəsində dövlətin balansında bol torpaq qalır, beləcə o torpaqları isə kəndlilərə icarəyə verir. Əlauddin Xələcin zamanında ölkənin cənubu Dehli Sultanlığı birləşdirir. Baxın, ölkənin cənubunu Dehliyə birləşdirən Əlauddin Xələcdir, ölkənin şərqini isə Eltutmuş xandır. Əlauddin Xələcin zamanında da yenə ölkəyə Monqollar yürüş edir. O Monqollar yürüşünü tamamilə dəf edir, onların qarşısını saxlayır artıq. Əlauddin Xələcdən sonra dövlət zaman-zaman zəifləməyə başlayır. Konkret olaraq dövlətin zəifləmə zamanı başlayır 14-cü əsrin 80-ci illərində. Səbəblər daxili çəkişmələr, ixtişaşlar. 1398-ci ildə isə Dehli Sultanlığının üzərinə Əmir Teymur yürüş edir. Əmir Teymur yürüşü nəticəsində ölkədə dağınıqlıq başlayır, rəsmən dağılması, ölkənin cənubundakı Hind knyazları fəallaşmağa başlayır. 15-in ortalarında isə hakimiyyətə Əfqan mənşəli sülalə taxta çıxır. Dövlətin sonuncu hökmdarı olan İbrahim Ludi. İbrahim Ludi nə edir? İbrahim Ludinin zamanında 16-cı əsrin əvvəllərində ölkə feodal dağınıqlığı içərisindədir. İbrahim Ludi istəyir ki, dövlətin qüdrətini bərpa etsin. Ona görə feodallarla müharibəyə başlayır. Həmin o feodallar da Kabul şəhərinin, yəni Əfqanistanın Kabul şəhərinin hakimi olan Zahirəddin Baburdan yardım istəyir. Babur yürüş edir
Dehli üzərinə 1526-cı ildə Panipat döyüşü olur. Baburla, yəni Moğollarla Dehli sultanlığı İbrahim Lodi məğlub olur və beləcə 1526-cı ildə qeyd etdiyim kimi Dehli sultanlığı süqut edir. Həmin ildə anında biz inteqrasiya edirik ki, 1526-cı ildə nə olub? Avropada Moxaç döyüşü olub. Macarıstan krallığı ilə Osmanlılar arasında Sultan Süleymanın zamanında Osmanlılar qalib gəlmişlər. İndi isə Dehli sultanlığı idarə olunmasına və torpaq formalarına nəzər salaq. Dehli sultanlığı idarə olunması. Başda sultan dururdu. Daha sonra Dehli sultanlığı idarə olunmasına gəlirdi baş vəzir. Baş vəzir həm mülki işlərə, həm də ki, hərbi işlərə baxırdı. Daha sonra vilayətləri idarə edən valilər, dairələri idarə edən rəislər, məhkəmələri idarə edən qazılar gəlirdi. İnzibati cəhətdən Dehli sultanlığı vilayətlərə, qeyd edildiyi kimi vilayətlərin başında vali, vilayətlər də dairələrə, dairələrin başında isə rəislər dururdu. Dehli sultanlığının əhalisi iki qismə bölünürdü. Bir, dövlət xalqı, bunlar müsəlmanlar idi. Bir də himayəyə alınmış xalq. Bunlar isə bütpərəst hindlər idi. Dehli sultanlığının torpaq formaları. Birinci yerdə gəldi dövlət. Ən çox geniş yayılmış torpaq forması idi. Dövlət torpaqlarından gələn gəlirlər əsasən sarayın məsrəflərinə xərclənirdi. Daha sonra xalisə. Sultan və onun ailəsinə məxsus idi. Xalisədə çalışan kəndlərin maaşını sultan xəzinəsindən verirdilər. Daha sonra gəlir mülk. Bu şəxsi torpaqdır. Həmçinin xidmətə görə verilən iqta. Dehli sultanlığının iqta xidmətə görə verilirdi və iqta sahibi müsəlmanlar idi. Onun başçısı isə zəmindar deyilirdi. Ardınca isə dini torpaqlar olan vəqf. Vəqf dini torpaqları məscidlərə, mədrəsələrə məxsus idi. Şairlər üçün, həmçinin də ki, İslam alimləri üçün xərclənirdi. Digər torpaq isə icma, bu kəndlərin ümumi torpağı idi. Və bununla Dehli sultanlığını bitirmiş oluram.